Təəssüflər olsun ki, cəmiyyətimizdə bir qrup insanlar var ki, xüsusilə də onların içərisində ekspertlər, ictimai fəallar, o cümlədən cəmiyyətdə müəyyən nüfuza malik olan insanlar var ki, Elm və Təhsil Nazirliyinin gördüyü bütün işləri, məktəbdə, universitetdə, bağçada tətbiq etdiyi siyasətləri, beynəlxalq təcrübəni yalnız və yalnız qınamaqla, tənqid etməklə, buna qarşı müxalif mövqedə durmaqla, bilmirəm, populyar olmaq istəyirlər, yoxsa gündəmdə qalmaq istəyirlər və yaxud da ki, məqsədyönlü şəkildə o insanlardan istifadə edilir. Mən niyə bunu dilə gətirdim? Çünki son zamanlar Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin müsahibələrin birində bildirmişdir ki, artıq məktəblərimizin publik hüquqi şəxsiyyət çevrilməsinin zamanı gəlib çatmışdır. Və bu prosesi artıq başlanır və pilot layihə olaraq bir neçə məktəbdə tətbiq ediləcəkdir. Bəs publik hüquqi şəxsiyyət çevrilmək nədir? Yəni, məktəblər müstəqil büdcəyə malik olacaqlar universitetlərimiz kimi. Yəni, məktəblər artıq təkcə dövlət büdcəsindən asılı olmayacaq, həmçinin özləri də öz büdcələrini formalaşdıracaqlar. Burada məktəbin idman zalının, misal üçün, icarəyə verilməsi, o cümlədən məktəbdə hansısa bir hazırlıq kursunun təşkil olunması və yaxud da ki, məktəbin yaxşı laboratoriyası varsa, laboratoriyalarından istifadə edilməsi və bu kimi məktəbin öz imkanlarından istifadə edərək hər hansısa bir formada öz büdcəsini formalaşdırması. Bəs bunu etməliyikmi? Bu zəruridirmi? Mən sizə bir məqamı qeyd etmək istərdim. 2 ay bundan öncə Elm və Təhsil Nazirliyinin bir qrup nümayəndə heyəti, onların arasında da mən də var idim. İsraildə beynəlxalq təhsil konferansında iştirak etdiyi, təlimə cəlb olundu. 12 günlük təlim zamanı biz İsraildə bir çox orta məktəblərdə olduq. Və orta məktəblərdə gördüyüm məqamlardan biri o idi ki, həm də xoşuma gələn məqamlardan biri o idi ki, orta məktəblərin bir çoxunda xüsusilə də kənd təsərrüfatı və texniki məktəblər var idi ki, məsələn, kənd təsərrüfatı məktəblərində şagirdlər müəllimləri ilə birlikdə tərəvəz əkib becərirdilər, bitkilər əkib becərirdilər, o cümlədən güllər, ağaclar və s. Və bunu həmin məktəbin yerləşdiyi şəhərin, kəndin insanlarına, vətəndaşlarına satırlar və əldə olunan qazancdan həm şagirdləri həvəsləndirmək üçün, yəni onlara motivasiya vermək üçün şagirdlərə verilirdi, həmçinin məktəbin büdcəsi formalaşırdı. O cümlədən emalatxanaları var idi, müxtəlif taxtadan və yaxud da ki, digər materiallardan nələrsə hazırlayıb, qab, qazaq və s. onları satırlar. Və bütün bunlardan əldə olunan gəlir məktəbin büdcəsinə keçirilirdi. İndi mən bununla bağlı araşdırma elədim və araşdırmada bir neçə ölkəni, hansı ki, Azərbaycanlıların bizim daha çox tanıdığımız ölkələr var ki, bu ölkələrin təcrübəsinə göstərir ki, məktəblər publik hüquqi şəxsiyyət çevrilməlidir. Mən bir neçə nümunəni sizə təqdim edəcəm, amma nümunələrə keçməzdən əvvəl ən çox tənqid olunan məsələ nədir? Məktəb direktoruna sərbəstçilik versək, məktəb direktoru rüşvət arealını daha da artıracaqdır. Yəni, rüşvət mənbələri biraz da artacaqdır. Gəlin etiraf edək ki, Azərbaycanda təhsil sistemi 2 milyondan çox